Hola, muy buenas. Soy Mayir Kurbanov, experto en relaciones internacionales de Azerbaiyán, director del Centro de Pensamiento Cáucaso Iberoamericano. Nosotros, como el Centro de Pensamiento Cáucaso Iberoamericano, realizamos muchos mecanismos. Precisamente tenemos 3 mecanismos a través de los cuales se realiza el trabajo del centro. El primer mecanismo como tal es la colaboración con varios centros de pensamiento y varios medios de comunicación de los países hispanoparlantes. Hörmətli səfirlər, dövlət ixtisası nümayəndələri, dəyərli sahibkarlar, əziz valideynlər. MUN lokal layihəmiz davam edir və bu layihədə əsas məqsədimiz gənclərə public speaking, diplomatiya bacarıqları və ən əsası gələcəyin diplomatı kimi yetişməkdə yardımcı oluruq. Mən Həsənzadə Nərgiz və ümumda iştirak edirəm. Bu mənim üçün fərqli bir təcrübə idi. Burada yeni bir dostlar qazandım. MUN layihəsinin iştirakçısı olan Məmmədli Fidanın valideyniyəm. Övladım dünən və bugün layihədə olubdu. Uşaqlarla çox yaxşı debat təşkil elədik, ünsiyyət qurduq. Bu həqiqətən də çox gözəl bir layihədir. Mən Səfərli İpəyin valideyniyəm. Mən Babayeva ailənin valideyniyəm. Övladım 2 gündür ki, MUN yarışmasında iştirak eləyir. Dünən gəldi, burada olanları mənimlə bölüşdü. Çox sevinirdi. Biz MUN layihəsinə çox böyük həyəcan hissi ilə qatıldıq. İlk gəldiyində daha həyəcanlıydı, amma artıq bugün burada özünə daha yeni dostluqlar qazanıb. Hola, buenos días a todos. Hoy nosotros estamos en segundo día de nuestra conferencia. Nos estamos muy felices por estar aquí. Estamos haciendo muchísimo contento para ser activos en nuestra página de Instagram. Aquí tienes nuestros Instagrames. Okay, 我叫 Karim， 我14岁，我很开心来这儿，我有很多新朋友在这儿，我是申梦项目的主教，这样。 My name is Mirsamat and I represent Spain in our conference CWMN. Today we are in Baku Youth Center. As our dear guest told, that we did something in the past, maybe it was like 30 years ago, maybe it was like... Honorable Chair, fellow delegate, we agree with Kazakhstan. You need to tell us which countries you are referring to. Denmark is doing a lot. Honorable Chair and fellow delegates, first of all, I would like to agree with Kazakhstan. Before you mention a country, please specify it. This is incredibly courageous, and I believe that this takes more effort than just... You are mentioning it right now, and you are saying that everyone has to support and work for the peace.